Əziz izləyicilər, bugün biz Azərbaycanın ən gözəl güşələrindən biri olan Qəbələdəyik. Bəli, Samira xanım və tamaşaçılarımız Qəbələ şəhərimizdə, bütün rayonlarımızda olduğu kimi mehriban xasiyyətli insanları ilə, səfalı təbiəti ilə gözlərə, könüllərə yol açan bir şəhərdir. Qəbələ şəhərinin bir üçqulaq şirniyyatı var ki, o dünyanın heç bir yerində yoxdur. Yemisən onlar? Əlbəttə yemişəm, onu yeməyən var ki, çox dadlıdır da. Gedək səni qonaq eləyim ona, gedək. Yaxşı, gedək. Hara gətirmisən məni yenə? Yenə məni hara gətirmisən? Səni elə bir yerə gətirmişəm ki, əməlli başlı burada adrenalin yaşayacaqsan. Sənlə yaşamaq başdan ayağa adrenalindir. Məni yenə yalandan başımı anlatma. Mən adrenalindən, buranın adrenali bir yerə birləşəndə partlayış olur. Mən bilirəm ki, sənin bu adrenalinin var ha. Mənə baha başa gələcək. Gəl deyinmə, gəl, gəl. Abi, səni aparacam hoppalara. Sən elə özün hoppalara çat, sonra apararsan məni. Ruşnoy çəkərəm bərdənəyinə, hoppalarda qalarsan. Qalıb? Var. Aç birin mənə. Elə
gəldi. Çəmənlərin açır gülü, cənnət məkanına hör gəlür. Çəmənlərin açır gülü, cənnət məkanına hör gəlür. Qarış qarış gəz bu eli, Tufan dağda qar qəbələ. Qarış qarış gəz bu eli, Tufan dağda qar qəbələ. Amil, necədir? Adrenalin Qəbələ xoşuna gəldi? Həqiqətən də gözəldir, möhtəşəmdir, havası da sərin, gözəl. Burada uşaqlar üçün də, böyüklər üçün də əyləncə bir başqa cür keçir. Samavar çayının da başqa cür dadı var. Elə ona görə də Adrenalin Qəbələyə gəlmək olar. Olar, gəlin. Gedək başqa yerlərə baxaq. Unutdurar dər kədəri, qarlı olur zirvələri. Bağçaları var Qəbələ, qarlı olur zirvələri. Bağçaları var Qəbələ, bağçaları var Qəbələ. Doğma diyarım Qəbələ, şanım vüqarım Qəbələ. Hara gedək verilişi, hardadır? Mənzərə restoranında. Gəlmişik Qəbəliyə, dedik ki, işimiz ağır və gərgin olacaq. Ona görə dedik, bir gözəl zaftırıq, səhər yeməyi harda yeyə bilərik? Bizə dedilər ki, mənzərə restoranına. Həqiqətən mənzərədir də. Həqiqətən də düz deyirsən. Kənd məhsullarından gör nələr var burada. Nehrə yağı, motal pendiri, şoru, süzməsi, Qaymağı, pendiri, hər bir şey. hər bir şeyi var. Nuş elə Amil. Buranın nehrə yağısı, bəh. Bir də ki təmiz Qəbələ balı bir başqa olur da. Deyirəm bax, süzmə. Hələ burada kənd pendiri də var, bəh. Ləl deyil, ləl. Bu aşpazın nömrəsini götürəcəm, çox dadlı pişirir. Nəyin nömrəsini götürəsən? Aşpazın da. Nəyinin nömrəsini götürəsən? O nədir onun adı? Maşının Hə, nömrəsini. asıb apararsan özündən, yaxşı. Hər şeyi qısqanır. Mən də saxla, nə olur? Fikir ver, yemək yeyəndə də imkan vermirsən, ema. İstəyirəm rahat yeyəsən də, kəsirəm ki, rahatçılığın olsun da. Mən həmişə səni fikirləşmişəm. Mən sağ ürzaq gələndən hələ mən o rahatçılığı görməmişəm. Çox beyrahat adamsan. Özdə, bax bu, nehrə yağı ilə deyirəm. İyi gəlir, iyi gəlir. Nəfisdir də, nəfis. Mənzərə restoranı olaraq turizm mövsümünə hazırsınızmı? Əlbəttə ki, biz Mənzərə restoranı heyəti olaraq bu ilki turizm mövsümünə tam hazır vəziyyətdəyik. Menümüzdə hər şey var, hər şey. Qazan yeməkləri olsun, kabablarımız olsun, fast foodda
pizzasıdır, nagisidir olsun. Səhər yeməklərimiz var, setdə var, setlərimiz də var, belə sifarişlər də var. Hətta ailələr üçün bizim olan uşaqlar üçün uşaq bağçası da var, vaxtların xoş keçirməkləri üçün. Restoranımız səhər 9-da fəaliyyətə başlayır. 9 tamamda fəaliyyətə başlayır. Axşam saat 10-11 radələrinə kimi fəaliyyət göstərir. Və bura gələn bu günə qədər qonaqlarda heç bir narazılıq yoxdur. Bütün bizim Qəbələyə gələn qonaqları böyük məmnuniyyətlə burada görmək istəyərdik. Əlimizdən gələni də yüksək səviyyədə eləmək üçün çalışacağıq. Çox sağ olun, var olun. Qəbəliyə gəldinsə, Avropa və milli mətbəx xörəklərinin dadına baxmaq istəyirsənsə, mütləq Askart restoranına gəlməyi məsləhət görürəm. Burada nəinki Avropa və milli yeməklər var, hətta fast food yeməkləri də mövcuddur. İnanmırsınız? Gəlin bir yerdə baxaq. Gedək. Gedək. Adrenalin Qəbələdən sonra gəldik Askarta nahar yeməyə. Görək buranın yeməkləri necədir? Çox deyirlər, yaxşıdır. Görək də, hə Amil? Görək. Qardaş, oradan bizim sifarişləri gətirin zəhmət olmasa. Acından öldürük. Xanım çox acıyıbdır, darıxır. Bilsən bu nədir? Yox. Can ətinin vişnəli qovurmasıdır, limonla. Sən Allah. İçində reyhan da var. Özü Qəbələnin əti ilə vişnəsi ikisi bir yerdə bişəndə başqa dad verir. İndi mən baxacağam bunun vişnəsi dadlıdır yoxsa əti dadlıdır. Ağzımda demirəm ikisi bir yerdə bişəndə dadlı olur. Yenə başladım. Onu da çək. Həqiqətən də bu yeməyə görə Askarta gəlmək olar. Bəli, mən çox yerdə vişnəli can ətinin qovurmasını yemişdim. Amma Askartda dadına baxdım, tamam bir başqadır da. Biraz ye ki, çox deyinməyəsən də. Sən tox olanda mənim başım dinc olur. Başa düşmədim. Yeməyi ye. Sən mənsiz ha vaxt yemirsən bu can ətini? Yeməyi ye. Qardaş, biz o Meksika yeməyi demişdik, ondan gətir də bizim üçün. Toyuqlu fakitosu deyir. Gətirin. Makintoş kim dayı qız? Fakitos, həbsə salsan. Hə, fakitos. Özün hazırlamısan onun reseptini. İndi görəcəksən necə dadı var. Səsə bax, səsə bax. Görürsən sən necə pırçıldayır. Nə olub gözdə də. Bu yeməyi yemək mənim çoxdankı arzum olub, eşidirsən? Başıma gələn əhvalatdır. O vaxtı getdim ki, Meksikaya bu yeməkdən zakaz eləyib yeyim. O da ki, bizi tutdular aeroportdan apardılar öküz yarışmasına. Orada da öküz məni vurdu, qayıtdım dala. Gedib yiyənmədim, sən o qədər mırtıldadın, belə dır. Yadıma gəlir. Bir il sənin üçün yemək daşıdım, sümüklərim bərkisin. Gördüm elə sənin daşıdığın yemək, ancaq supu idi, tomat supu, içində belə kartoflar. Mən neyim, həkim belə demişdi də. İndi yeyirsən də, Həkim demişdi. Sonra onun ətin yerdin, qanadın, budun mazaqlı ardında. Abi insan. Yemirəm mən. Bəs mənə bax, yenə özünü göstərdi, bəsdir də. İçinə o qədər duz zırramışam, yeyə bilsən. Elə bil bu yeməyi Qəbələdə yox, Meksikada yeyirsən. Çox dadlıdır da. Meksikaya nətər getmisən? Sən o vaxtı hələ böyüməmişdin. Mənim ağlım işləyəndə hələ sən bağçaya gedirdin. Yaş fərqimiz var da, yadından çıxartma cinən. Hə. Bəh. Bu yeməyin adı bilirsən nədir? Bu yeməyin adı toyuqlu Göbələkli fettuccinodur. O vaxtı İtaliyada olanda
gedirdim də, yeyirdim, içirdim belə. Bunu o qədər yemişdim ki, baxım görüm dadı eynidir. Sən İtaliyaya nətər getmisən, başa Hə? düşmürəm. Sən kim alıb bileti? Yuxuda da söhbət Hə, eləyirik. yuxuda gedərsən, deyirəm axı, mənə belə yad gəldi nəsə. Yemək yox ye. Deyirəm bunu yeyəndə nə etmək lazımdır? Velicita. Velicita. Ha, Velicita. Adamın təbi gəlir, Velicita. Əla. Onu xatırladı, Velam. Yaxşıdır, əladır da. Həqiqətən də Hə. bu restoranda mən çox rahatlaşdım da. Yeməklər növbə-növ, xarici, necə deyirlər, Avropa mətbəxin gətirdiyi Azərbaycanda dadına baxdıq. Bundan 2-3 dənə də evə apararıq. Yaxşı, sifariş eləyərsən. O toyları aparırlar, salafan, qara salafan, Hə, belə hə. zəmbil. Ondan gətirmirsən? Yox, nə, hər şeyləri var, narahat olma. Hə, sən otu mən gəlirəm. Hə, yenə Sən otu getdin. mən gəlirəm. Hara gedirsən? Sən otu mən gəlirəm. Hə. Aa, bu harda qaldı ye? Həmişə belə deyə, hesab söhbəti gələndə adətdir də, bu qaçır gedir. Yenə nə deyirsən? Görsən tutdum səni. Bax, pizza da var bizim restoranda. Bundan ye, başın pitləri tökülsün. Doğrudan, nə Dadlıdır, gözəldir. ləzzətlidir. Növbə-növ şampunlar aldırsan, mənə bu yemək min bir dərdin dərmanıdır. Buna bax. Yaxşı, mənim də sənin sürprizim var, gözlə gəlirəm. Buna baxıyor. 2 saatdır gedib, telefonuna da zəng çatmır. Mən nətər eləyim? Çətindir də. Bu adam çətindir. Hə, mən nətər eləyim? Ay kişinin oğlu, baxmağa deyən lazımdır. Sən niyə arvadın ağlına uyursan? 3 saatdır, 4 saatdır mənim yediyimi, içdiyimi burnumdan gətirdi. Yediyim də ziyana getdi, içdiyim də. Öz də bunun nə telefonuna zəng çatır. Nə də ki, interneti də yoxdur ki, var şap-şapdı, şəpitdi, nə də orada yazım. Acından da ölürəm, mən nə qarib, gedim qabağa görüm bəlkə. Deyirəm, ataların bir sözü var, yaman arvad, yaman maşın, yaman at. Alınmadı, birin boşa, birin boşda, birin sat. Bu Qəbələdə mənim həmişə gəldiyim Şef Sənan deyəsən. Həqiqətən ora deyə, ayda. Nə yoxş oldu, buranı tapdım, Şef Sənan Qəbələdə adına deyilir. Getdim, qaqa, getdim. Bismillah, bu kimdir? Amir, nə yeyirsən? Nə yeyirsən, nə yeyirəm? Sən mənə onu denən görüm. 4 saatdır sən hardasan? O gün hesabı vermədin, qaçdın ha. Bugün də mən vermədim, qaçdım. Hesab oldu 1-1. Onu bildim, sən mənə denən görüm Şef Sənanda nə gəzirsən? Amir, bura o qədər əyləncəlidir ki, səhərdən uşaqlar üçün orada əyləncəli oyunlar var. Oynayırdım orada. Vaxtım o qədər belə keçdi ki, xəbərim olmadı. Amma görürəm, sən də az deyilsən ha. Dadlı yeməklər. Mən bura gəldim, burger, kartoşka fri, nagis, acıkası ilə, ketçupu ilə, mayonezi ilə. Yaxşı. Ye də ye, ye, amma deyilmə. Şef Sənanda hamımızı gözləyirik. Bakıda özümə geyim tapa bilmədim. Gəldim, Qəbələdə tapdım. Sən tapmadın, mən tapdım buradan keçəndə. Nətər tapdın, itirmişdilər.
Gəl gedək sənə bir geyimlər tapmışam. Gəl gedək. Bunlara bax, bunlara bax. Hə. Demək, mən Qəbəliyə gəlməzdən əvvəl otelləri araşdırdım internetdə, rəylərə baxdım. Bu otel öz komfortuna görə, rahatçılığına görə sayılıb seçilən otellərdən biridir. İndi Samirə xanım, sənin fikirlərin nədir? Ona görə də gəl baxaq görək bu qapının arxasında bizi nələr gözləyir. Gedək? Gedək. Gedək. Salam. Bizə Salam, 2 xoş. nəfərlik otaq lazımdır. Həm qiymətləri, həm də nələrdən istifadə etmək olar deyərdiniz. Təbii ki. Hal-hazırda 2 nəfərlik standart otaqlarımızın qiyməti endirim kampaniyası ilə 130 manatdır. Rezervasiyanıza səhər yeməyi və spa xidmətləri daxildir. Hansı ki, türk hamamı, buxar otağı, sauna, qapalı hovuz və idman zalı hər biri qiymətə daxildir. Sadəcə masaj və kisələnmə xidmətləri əlavə ödənişləndir. Əlavə olaraq spa xidmətlərimizdə stolüstü tennis və bilyard var, ödənişsiz. Ödənişli isə PlayStation xidmətimiz var. Onda zəhmət olmasa 2 nəfərlik otaq bizə rezerv edin. Tamam. Amil, bura nə gözəldir. Əladır da, kərvansaraydır bura, kərvansaray. Həqiqətən də karvansaraydır. Qonaq otağına hələ bax. Ömür boyu görməmsən, görmədiyin günləri sağ göstərirəm. Bax, adam nətər dincəlir burada. Keçdi, görürsən mən Bax, otururam. can ver də. Soxsan özü. Gözəldir. Yox, sən burada otur, mən yatamayacam sən səsünlə. Aa, Mən getdim yataq otağına baxmağa. Bura mənim otağımdır. sənin niyə mənim Sən xorulduysan. Ay Allah, Amil. Necə Gözəldir, gözəl. rahatdır. Görürsən sən Allah, hər şeydə var. Hər şey var da. Bax, burada xüsusi dəsmallar, Xalat. qəşəng, xələt, telefon resepsiyona zəng etsən gözəl. Burada həm açıq, həm də ki qapalı hovuzlar var. Ondan ağa ayrılır, gedirik çimməyə. Gedirik. Bul.
Zəhmət olmasa Kərvansaray oteli haqqında bizə məlumat verərdiniz. Öncə otelimizə xoş gəlmisiniz. Kərvansaray oteli 2013-14-cü ildən başlayaraq fəaliyyət göstərib. 2025-ci ildə Kərvansaray oteli əsaslı təmir olmuşdur. Hal-hazırda otelimiz 159 otaqdan ibarətdir və superior, standart, junior və ailə otaqlarından ibarətdir. Otelimizdə hal-hazırda yerli qonaqlarımız üçün kampaniyaları var. 2 nəfərlik otaq 130 manatdan səhər yeməyi və spa sağlamlıq mərkəzi daxil satışımızı həyata keçirir. Səhər yeməyi açıq büfe şəklində olur. Onlarca orada salatlar, isti yeməklər, şirniyyatlar və sular mövcuddur. Spa sağlamlıq mərkəzində açıq hovuz, qapalı hovuz, idman zalı, buxar hamamı, sauna, türk hamamından ibarətdir. Və idman zalı, bilyard, tenis, ümumiyyətlə qonaqlarımızın əyləncəsi üçün mövcud olan hər şey burada var. Hər şeyin bir əvvəl olduğu kimi sonu da var. Bununla da Qəbələ səfərimiz sona yetdi. Əgər bizi öz rayonlarınızda görmək istəyirsinizsə, Mütləq şərhlərimizə yazın. bundan sonra hara gedək?